Salam əziz xanımlar, mən bu gün biskvit hazırladım. İstədim sizlərlə də bölüşəm. Əziz xanımlar, bildiyiniz kimi, məsələn, bir çox xanımlarımız var ki, biskviti reseptini istəyirlər, çünki tam istədikləri kimi olmur. Mənim bu reseptimlə etsəniz, inşallah istədiyiniz kimi biskvitiniz alınacaq. Əgər istəsəniz, mən sizə tam dəqiqliyi ilə video halında çəkib göstərərəm. Çünki bir çox xanımlarımız müəllimə yanına gedir, məsələn, öyrənmək üçün əlavə ödəniş edir. Yəni mən bunu sizə pulsuz şəkildə öyrədərəm. Siz əgər istəsəniz. Sizdən kiçik bir ricam var ki, videomu bəyənsəniz, kanalımı bəyənsəniz, mənə dəstək olmaq üçün abunə olub like etməyi unutmayın. Və budur, hazırdır artıq. Həqiqətən də çox yumşaq və çox da gözəldir. Uzunluğu da, yəni hündürlüyü də 10 sm-dir. Hələlik.